Tətbiq olunur? Qeyd edim ki, bəli, son zamanlar ən çox istifadə olunur sinir xəstəliklərində, yəni nevroloji xəstəliklərdə istifadə olunur və qeyd etdiyimiz kimi nevroloji xəstəliklər ən çox istifadə etdiyimiz hal-hazırda autizm, uşaq serebral iflici, dağınıq skleroz, yan amiotrofik skleroz, Parkinson xəstəliyi, onurğa zədələnmələrində, yəni hal-hazırda ən çox bu xəstəliklərdə istifadə edirik. Bu xəstəliklərdə istifadə edirik yalnız mezenximal kök hüceyrələrdən, hansı ki, göbək bağından alınır bu hüceyrələr və bu hüceyrələr bizim pasientlərə tətbiq olunur. Onurğa daxili, vena daxili və intranazal tətbiq olunur. Bildiyiniz kimi, ən çox yağmış bu dəqiqə autizmdir, bu xəstəlik. Yəni, hal-hazırda bütün həqiqətən həm valideynləri narahat edir, həm uşaqların özündə, inkişaflarında bilirsiniz ki, bir çox problemlər yaradır və bu xəstəlik, autizm haqqında biraz danışmaq istəyərdim. Bilirsiniz ki, neyrobioloji bir xəstəlikdir. Bu, əsasən immun sistemin zədələnməsi ilə gedir bu xəstəlik və bu xəstəlikdə əsasən sinir hüceyrələri zədələnir və biz bu hüceyrələrin bərpası ilə, yəni burada, yəni siz bilirsiniz ki, bunun əlamətləri uşaqlarda, yəni ətraf, yəni sosial həyat, ünsiyyət problemləri olur, özlərinə qapanmaları olur, nitq problemləri olur bu uşaqlarda və bundan əlavə mədə, bağırsaqda çox zaman problemləri olur, aqressiv davranırlar, immun sistemləri çox aşağı olur və belə uşaqlara biz çox zaman mezenximal kök hüceyrələri tətbiq etməklə bunu aradan qaldırırıq və bunun nəticəsini 3-10 yaş arası ən çox biz tətbiq edirik uşaqlara. 3-10 yaş arası tətbiq olunanda qeyd edim ki, 70-80-90%-ə qədər müsbət nəticələr əldə olunur və nəticələrimiz ondan ibarətdir ki, həm eşitmə funksiyası yaxşılaşır, sosial həyata formalaşması daha yaxşılaşır, ünsiyyətləri yaxşılaşır, bütün beyin funksiyaları, biz ona kognitiv funksiyalar deyirik çox zaman, beyin funksiyaları yaxşılaşır, artıq rahatlıqla. Məsələn, görürsünüz ki, bəzən o uşaqlarda öyrənmə, nəyisə öyrənməkdə çətinlik çəkirlər. Bax, bu problemlər aradan qalxır. Rahatlıqla ünsiyyətə girirlər bu uşaqlar və bu uşaqlarda və bu problemi aradan qaldırmaqla onların gələcək həyatın daha da yaxşı, yəni valideynlər təbii ki, uşaqlarımızın bu gələcəkdə daha gözəl inkişaf etməsi üçün çalışırlar və bu hüceyrələr də yardımcı olurlar. Amma hər zaman qeyd etdiyim kimi, kök hüceyrə ilə paralel reabilitasiya da aparılmalıdır. Uşaq serebral ifliclərindən biraz danışmaq istəyərdim. Uşaq serebral iflicləri də bilirsiniz ki, beyin zədələnməsində, beyin hüceyrələrinin, sinir hüceyrələrinin zədələnməsi nəticəsində əmələ gəlir və burada bilirsiniz ki, uşaqlar hamiləlikdən əvvəl də olur, hamiləlikdən sonra da beyin zədələnməsi aşkara çıxar, bəzən genetik irsi də olur. Və bu zaman təbii ki, valideynlər bizə müraciət etdikdə təbii bir xəstəlik tarixçəsi ilk öncə araşdırılır, hansı səbəbdən beyin funksiyaları pozulmuşdur və bu uşaqlarda əsasən hərəkət, koordinasiya problemləri olur, nitq problemləri olur, udma problemləri olur, görmə problemləri olur və təbii ki, biz hüceyrələr vasitəsilə bunu aradan qaldırırıq və burada qeyd edim ki, 3 yəni prosedur tətbiq olunmalıdır. Təqribən 35-40 gün arası, yəni 3 prosedur 3 ay davamlı formada tətbiq olunur və yəni qeyd edim ki, bu da nə qədər uşaq yaşlarında olsa hüceyrə tətbiqi və o qədər də yaxşı nəticələr alırıq və burada artıq onların hərəkətləri yaxşılaşır, udma refleksi yaxşılaşır. Çünki bildiyimiz kimi beyin funksiyaları olduqda patoloji reflekslər də çox artır, hərəkətlər, spastik ifliclər, yəni o qədər əzəllər spazma uğrayır ki, onlar heç hərəkət edə bilmirlər. Yəni, bu, çünki kök hüceyrələrin ən gözəl xüsusiyyətindən biri odur ki, həm sinir hüceyrələrini, həm əzələ hüceyrələrini bərpa edir və ona görə biz bunları hətta həmin mezenximal kök hüceyrə əzələ qruplarına da tətbiq edirik ki, daha rahatlıqla effektiv nəticələr əldə edək. Bu mütəmadi doktor təkrarlanır? Bu